Bir də Murad bəy bir məsələyə də toxunum. Keçən dəfə mən özüm də müşahidə eləmişəm bunu. Nəyinsə tərs getdiyini görürəm və orada mən stressliyəm və nəsə tərs gedib. Bu mənim qəti xoşuma gəlmir və 100% tam olaraq belə deyim ki, Lori dedəcəm, çönmüşəm də artıq. Birində çönmüşəm, baxıram ki, döngüyə baxıram da, bir başqa baş verməyəcək hadisə də orada baş verdi. Baxıram ki, ikinci belə əsəb stres gəldi mənə. O vəziyyətdəyəm, baxıram ki, üçüncü belə bir hadisə də baş verir. Başa düşürəm ki, mən şuurlu olaraq bax, sən indi əslində neqativə kökləndin, stresə girdin deyənə, artıq heç olmayacaq işlərdə gəldi səni tapdı. Heç bunun çox böyük bir fərqindəlik də əslində. Orada artıq özünü sakitləşdirmək çox çətindir də, çünki əvvəl bir idi, indi 3 oldu. 3 oldu. Düzdür. Yəni həm də belə bir şey var. Həyatın yazılmayan bir qanunu var. Məsəl pulu gətirir. Xoş günü gətirir, stresi gətirir. Bu necə olur? İndi ilk öncə belə deyim, proqramı izləyənlərə də aydın olsun. İlk öncə səbəbini izah eləyim, işləmə mexanizmasını, funksiyalarını. Sonra bunun necə düzəldəcəklərini izah eləyəcəm. Beyin ki stresə düşür. Bizim zehnimizdə neyronlar var beyində və bunlar bir işçi kimidirlər. Beyin paltaryan kimi də zehni stres rejiminə çevirdinsə, başlayır o rejimdə işləməyə. Val o cür fırlanır. Və o cür qalıbsa, beyin deyir ki, bu stressdədir və bütün addımlarımı bunun müdafiə mexanizması ilə işlətməliyəm. Və beyin səni müdafiə eləmək üçün başlayır səni gərginləşdirməyə. İnsan gərginləşəndə onun aurası dəyişir. Ağ rəngində olur qara rəng. Və nə olur? Artıq ətrafa o gərgin enerjini ötürürsən. Gərgin enerjini ötürdüyün üçün Muradla bir problem deyə yaşamayacaydınsa, o gərginlikdən dolayı minus plus toxuşur və yaşayırsan. Və beləliklə bu zincirvari davam eləyir və bu bataqlıqdan çıxamır da insanlar. İndi buradakı məsələ oradadır ki, indi bunu daha dərindən araşdıraq. Bu stres nələrə yol açır? Stres insanda davam eləyirsə, bir müddət sonra insanın öz sevgisi azalır. Niyə? Davamlı stresli olan adamlar görmüşəm. Bu adamlar normalda özgüvənli, nitqi, danışığı, hətta xarizması belə yerində kişi, bəy və ya xanımdır. Bunlar başlayır zaman-zaman güzgüyə baxır, özünü bəyənmir, heç nəyi bəyənmir də, sanki həyat buna zövq vermir, hər şey üstünə gəlirmiş kimi. Əslində onlar bugünü yaşamırlar. Bəli, bir növ əslində o anda onun fərqinə varanmır da. İnsan bilsiz necədir? İnsanda emosiyalar olduğu üçün insan ki bir duruma düşür. Bax, misal deyək biz çəkilişdəyik, qarşımda mikrofon var. Mikrofon qarşısına keçən kimi fərqli bir auraya düşürsən. Evə gedəndə fərqli bir aytan olursan, bir rəfiqənlə görüşəndə ayrı. İnsan o atmosferə daxil oldusa, o vəziyyətdən duyğuları icazə vermir çıxmağa. Həyatı ondan ibarət görür. Yəni belə düşünək, bir qız bir oğlanı sevir və aşiq olubsa, o artıq o atmosferdədir. Ona Murad danışsın, sən danışır. Buradan gələcək, buradan çıxacaq sözlər. Niyə? Eşitməyəcək. Çünki amma o necə çıxara bilirik? Bəzən mənə sual verir ki, necə oldu ki, sən bunu dəyişdin? Axı bu söz eşitmir. Burada indi mən biraz hiylə işlədirəm. Hiylə nədir? İlk öncə bunu duyğusuzlaşdırıram seansda. Duyğularını söndürürəm. Gələn pasiyentin duyğusunu söndürürəm. Yəni Lori dildə deyək, gördüm ki, paltaryan stres rejimindədir və dəyişmir, dayanmırsa, tokdan çıxarıram. Yox, duyğularını, yəni birinci seansı ona demirəm, gəl bu oğlanı unudaq, ya gəl bu adamı beynindən silim və ya ona qarşı hissi aldım. Birinci deyirəm ki, gəl səni vecsiz eləyək biraz. Gəl biraz duyğularını sakinləşdirək, məntiqlə yanaşaq. Birinci onu duyğusuzlaşdırdım. İnsan ki duyğulardan təmizləndisə, artıq başlayır obyektiv baxmağa. Düşlən bir söz var, deyir maymun gözünü açdı. Bir anlıq gözün açılır da, deyirsən, bu kimdir, mən niyə bunu sevirəm, mən niyə buradayam? Belə bir hal yaranır. Və bu haldan sonra artıq başlayır reallığı görməyə. Reallığı gördüyə, reallığı görəndən sonra gəlir ki, Murad bəy, düz deyirsən, bunu tez dəyişək. Mən nə qədər özümü sevmirəm, mən nə gündəyəm, niyə bu qədər kilo almışam, mən niyə dağınıqam, mən niyə işləmirəm, mən niyə pulsuzam, bu nə borcdur ki, mən bunu verəmirəm, ilişib qalmışam. Artıq o atmosferdən çıxır. Sadəcə bir nəfər onu elə bir göstərməlidir onu. Amma bunu göstərmək üçün də qohumu, ailələri göstərir ha. Onlar onun duyğularını söndürəmir axı. Mən duyğunu söndürürəm. O elə bir soyuqqanlı olur o anda. İnsan ki soyuqqanlı olur, o anda görə bilir həqiqəti.